Gözdəymə ilə əlaqədar maraqlı bir kəlam çıxdı rastıma. İmam Sadiq əleyhissalamdan belə nəql olunub ki, əgər sizin üçün qəbirlər açılıb göstərilsəydi, görərdiniz ki, onların çoxu gözdəymə səbəbi ilə ölüb. Çünki gözdəymə həqiqətdir. Bilin ki, Allahın Rəsulu sallallahu aleyhi və səlləm buyurub, gözdəymə haqdır. Buna görə də kim qardaşında olan bir şeyə təəccüb ilə baxsa, həmin şey barədə Allahı yad etsin. Çünki əgər Allahı yad edərsə, ona zərər verməz. Mən gözdəymə haqqında ayrıca danışmışam. Bunun tərəfdarları da var, əsasız zənn bilənləri də. Bu kəlamı da elmi müstəvidə araşdırmaq fikrim də yoxdur. Sadəcə incə bir nüansı demək istəyirəm. Sosial şəbəkələr dövründəyik. Əksəriyyət təsdiq axtarır, öyünür, fəxr edir. Kimi uğuru ilə, kimi övladı, yaxud malı, yaxud vəzifəsi, yaxud xaricə səyahəti və sair şeylərlə. Bax, bu öyünmək yarışı yanlışdır. İslam marifinə əsasən diqqət etməliyik ki, sən müəyyən bir şeylə başqalarının qarşısında öyündükdə belə bir nemətdən məhrum olana nə demək istəyirsən? Hər gözdəymədə həsəddən doğmur ha? Sənin öyünməyin başqasını məyus edirsə ki, heyf, məndə alınmadı. Bunun da mənfi tərəfi var. Bəzən insan özü özünü də, yaxud başqası səni pis niyyət olmadan da gözə gətirə bilər. Heç vaxt əlindəki neməti nümayiş etdirib öyünmə. Acıq verməyə çalışma. Özünü böyük tutma. Xoşbəxtlik, sakitliyi sevir. Bütün mənfi nəticələrin qarşısını almaq üçün isə Allah göz önündə olmalıdır. Çünki Allah olan yerdə zərər olmaz.